Bismillahirrahmanirrahim. İbrahim Fələstinlə Məkkə arasında səfər etməyə davam edirdi. Xanımı Sara Fələstində, digər xanımı Həcər və oğlu İsmail isə Məkkədə idi. İllər keçdi, Həcər və İsmail Cürhüm qəbiləsi ilə birlikdə yaşadılar. İsmail ərəbləşdi və ərəb dilini öyrəndi. Nəhayət o, oynayan, qaçan və şıltaqlıq edən bir yeniyetmə oğlan oldu. Bu məqamda uca Allah İbrahimə vəhiy göndərdi. Ey İbrahim, Allah sənə öz oğlunu, öz əllərinlə qurban verməyi əmr edir. Bu, yəqin ki, yer üzündəki ən böyük sınaqdır. Onun yalnız bir oğlu var. O da yaşlı vaxtında. Uzun müddət övlad ümidini kəsdikdən sonra dünyaya gəlib. Allah ona bir gün peyğəmbər olacaq, o gözəl oğlanı bəxş edib. Ondan başqa heç kim yoxdur. Lakin buna baxmayaraq, Allah ona həmin oğlu qurban verməyi hökm edir. Necə qurban verməli idi? Öz əlləri ilə. Eşitdim və tabe oldum. Rəbbimiz bizə yalnız xeyirli olanı əmr edər. İbrahim Fələstindən Məkkəyə yola düşdü. Məkkəyə çatanda oğlundan onunla gəlməsini istədi. Həqiqəti demək üçün onu uzağa apardı. Yolda şeytan İbrahimin qarşısını kəsir, Allahın əmrini yerinə yetirməyə mane olmağa çalışırdı. İbrahim ondan Allaha sığındı. İblis hələ gənc olan İsmailin əleyhissalam yanına gəlib, atasının onu qurban verəcəyini xəbər verdi. Təsəvvür edin, İblis İsmaila deyir ki, atan səni kəsəcək. İsmail dedi, əgər Allah ona belə əmr edibsə, qoy Allahın əmrini yerinə yetirsin. Nə? Bu necə bir cavabdır? Şeytan Həcərin yanına getdi. İbrahim İsmailı qurban verəcək. Allah ona belə əmr edib. Ana dedi, əgər Allah ona belə əmr edibsə, qoy Allahın əmrini yerinə yetirsin. Ana da bunu dedi. Vəziyyət çox ağırdır. Onların qəlbindəki bu necə iman, necə bir yəqinlikdir. Qəlblərini bürüyən bu necə bir Allah sevgisidir. İbrahim oğluna dedi, ey oğlum, yuxuda səni qurban kəsdiyimi gördüm. Peyğəmbərlərin yuxusu vəhiydir. O dedi, atacan, sənə nə əmr olunubsa, onu da et. Oğlunun atasına cavabı atanın etdiyi hərəkətdən daha çox təəccüblü idi. O hələ balaca bir uşaq idi. Ey atacan, sənə nə əmr olunursa onu da et. İnşallah mənim səbr edənlərdən olduğumu görəcəksən. Oğlanın bu həlimliyinə diqqət edin. فبشرناه بغلام حليم فلما بلغ معه السعي قال يا بني إني أرى في المنام أني أذبحك فانظر ماذا ترى قال يا أبت افعل ما تؤمر ستجدني إن شاء الله من الصابرين. O öz səbrini Allaha bağladı. Atasına heç bir tərəddüd etmədən Allahın əmrini yerinə yetirməsini söylədi. Əgər bu Quranda qeyd olunmasaydı, heç kim bunu təsəvvür edə bilməzdi. Əgər kimsə bunu sadəcə danışsaydı, deyərdik ki, bu xəyaldır. İbrahimdən başqa heç bir insan bunu edə bilməzdi. Bu, Allahın dostudur. Allah ona nə əmr edirsə, ya Rabbi, eşitdim və tabe oldum söyləyir. Dedi, əziz oğlum, Allah səni qurban verməyimə əmr etdi. Oğlu dedi, sənə nə əmr olunubsa, onu et, atacan. Sonra o, oğlunu qurban vermək üçün bıçağı götürdü. Ananın hisslərini təsəvvür edin. İşləmək yaşına təzəcə çatmış o gənc oğlanı təsəvvür edin. Başqa övladı olmayan və yaşlı olan o atanı təsəvvür edin. Allahın əmrinə tabe olundu və salam. Allah əmr edib, deməli, eşitməli və tabe olmalıyıq. O, bıçağı götürdü və oğlu atasına dedi, atacan, məni qurban kəsməzdən əvvəl yaxşıca bağla. Qorxuram ki, qanımdan sənə nəsə sıçrayar və savabım azalar. Çünki ölüm şiddətlidir. Allah. O atasından xahiş etdi ki, qurban kəsilməzdən əvvəl onu möhkəm bağlasın. Boğazımı kəsəndə nə baş verəcəyini bilmirəm. Dedi, atacan, bıçağı itilə ki, ağrı hiss etməyim. O, özü haqqında danışır.
Bir təsəvvür etməyə çalışın. Sonra ona dedi, üzümü yerə tərəf çevir ki, üzümü görüb mənə rəhm etməyəsən. Tərəddüd etməyini istəmirəm. Üzümü yerə tərəf çevir ki, üzümü görüb mənə yazığın gəlməsin. Daha sonra dedi, atacan, sonra köynəyimi anama apar ki, bəlkə onunla təsəlli tapar. Allahu Akbar. Oğlun atasına dediklərinə diqqət edin. Bu bir zarafat deyil, bu həqiqətdir. قال يا أبت افعل ما تؤمر ستجدني إن شاء الله من الصابرين. Hər ikisi təslim oldular. فلما أسلما وتله للجبين. Başını yerdəki yumşaq bir daşın üzərinə qoydu və boğazını kəsməyə başladı. Bütün gücü ilə kəsməyə çalışırdı. O kəsməyə başladı. Oğlu isə deyirdi, atacan daha bərk. Bıçaq hələ boğazımı kəsmədi. Daha bərk, bundan da bərk. Ata öz yeganə oğlunun boğazını kəsirdi. Oğlu isə atasını daha bərk kəsməyə təşviq edirdi. İbrahim kəsir, amma bıçaq kəsmirdi. Necə ki atəş yandırmamışdı, bıçaq da kəsmirdi. İbrahim kəsməyə çalışarkən göydən bir nida eşitdi. Ya İbrahim. İbrahim göyə baxır, onu səsləyən bir səs eşidirdi. Ya İbrahim. İbrahim dayandı və səmaya baxmağa başladı. Birdən göydən bir çağırış gəldi. Ya İbrahim. Qad saddaqtar ru'ya. Yəni müvəffəqiyyətlə bu sınaqdan keçdi. İnna kəzəlikə nəczil muhsinin. İnnə həzə. Bu sınaq bəlkə də bütün tarixin ən çətin sınağıdır. İnnə həzə ləhuvəl bəlâ'ul mubin. Və fədəynəhu bidibhin azim. İsmailin aleyhisselam əvəzinə fidyə olaraq göydən bir qoç endi. Oğlunun əvəzinə bu qoçu qurban kəs. Allah İbrahimin oğlunu qorudu. Həm ata, həm oğul, həm də ana sınaqdan uğurla keçdilər. Hər kəs bu sınaqda qalib gəldi. Sən artıq yuxunu təsdiq etdin. Həqiqətən biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Biz ona böyük bir qurbanlıq fidyə verdik. Bu, Allahın insanları sınağa çəkdiyi ən böyük imtihandır. Sonra İbrahim Fələstinə qayıtdı. İllər keçdi, İbrahim tez-tez Fələstinlə Məkkə arasında səfər edirdi. İsmail aleyhisselam isə Cürhüm qəbiləsindən olan bir qızla evləndi. Bir gün İbrahim gəldi və Həcərin vəfat etdiyini öyrəndi. Qapını döydü, İsmailin xanımı qapını açdı. İbrahim onu ilk dəfə görürdü və tanımırdı. Qadın, bəli, buyurun dedi. İsmail haradadır? Məsciddən çıxıb ova gedib söylədi qadın. İbrahim dedi, məni qonaq edə bilərsənmi? Qadın, xeyr, dedi və ərindən şikayət etməyə başladı. İbrahim dedi, İsmail qaydanda mənim salamımı ona çatdır. Qadın onu tanımırdı. Mənim salamımı çatdır və ona de ki, qapısının astanasını dəyişsin. Sonra o getdi. İsmail qaydanda evdə atasının qoxusunu hiss etdi. Soruşdu, sizi kimsə ziyarət etdimi? Qadın filan vəsfdə bir qocanın gəldiyini təsdiqlədi. İsmail onun atası olduğunu anladı. Onun nə dediyini soruşdu. Qadın dedi, sənə salam göndərdi və dedi ki, qapının astanasını dəyişsin. O heç nə başa düşməmişdi. İsmail ona dedi, o mənim atam, Allahın Peyğəmbəri İbrahim idi və mənə səni boşamağı əmr etdi. Onu boşayıb ailəsinin yanına göndərdi. Bir neçə ay sonra İsmail başqa bir qadınla evləndi. İbrahim aleyhisselam yenidən oğlunu ziyarətə gəldi. Qapını döydü, bu dəfə İsmailin yeni xanımı qapını açdı. İbrahim onu salamladı, qadın da salam aldı. O da İbrahimi tanımırdı. İbrahim İsmaili soruşdu, qadın yoxdur dedi. Ova gedib, birazdan qaydar. İbrahim onu qonaq edib edə bilməyəcəyini soruşdu. Qadın dərhal qəbul etdi. Qonağa lazım olan hər şeyi gətirdi. İbrahim ondan əri barədə soruşdu.
qadın ancaq yaxşı sözlər dedi. İbrahim gedəndə dedi, İsmayıla salam de və ona de ki, qapısının astanasını möhkəmlətsin. İsmayıl qaydanda qadın ona baş verənləri danışdı. İsmayıl dedi, o mənim atam İbrahim aleyhisselam idi və mənə səni öz yanımda möhkəm saxlamağı, boşamamağı tapşırdı. İsmail aleyhisselam peyğəmbər olana qədər Cürhüm qəbiləsi ilə həyatına davam etdi. İsmail peyğəmbər oldu və ən xeyirli peyğəmbərlərdən biri kimi yetişdi. Allah onu belə vəsf etdi. واذكر في الكتاب إسماعيل إنه كان صادق الوعد وكان رسولا نبيا وكان يأمر أهله بالصلاة والزكاة. O ailəsinə namazı və zəkatı əmr edirdi. وكان عند ربه مرضيا. İbrahim aleyhisselam və xanımı Sara artıq yaşlaşmışdılar. Fələstində İbrahim qonaqlara hörmət etməyi o qədər sevirdi ki, onu qonaqların hamisi adlandırırdılar. Hər gün qonaq qəbul edərdi, hətta qonaq axtarardı. Qonaqpərvərlik güclü imanın əlamətidir. Bir gün o çox gözəl simalı 3 əcnəbi kişi gördü. Onları görəndə bugünkü qonaqlarını tapdığı üçün çox sevindi. Onları evinə apardı. Evə aparan kimi yeməyə dəvət etmək üçün onlardan icazə belə istəmədi. İbrahimin aleyhisselam adəti belə idi ki, qonaqdan soruşmadan yeməyi hazırlayardı. Ey Peyğəmbər, İbrahimin möhtərəm qonaqlarının hekayəsi sənə gəlib çatdımı? O zaman onlar İbrahimin yanına daxil olub salam demişdilər. قال سلام قوم منكرون. Yəni sizi bu şəhərdə ilk dəfədir görürəm. Onlar dedilər, bəli, biz əcnəbiyik. Bu şəhərdən deyilik. İbrahim onları içəri saldı. Sonra sakitcə ailəsinin yanına gedib onlarda nə olduğunu soruşdu. Dedilər ki, çox bir şey yoxdur. Yanlarında kiçik bir buzov gördü və onu kəsdi. Onu kəsdi, dərisini soydu, hissələrə böldü. Buzovu qızartdı və tələsik onların yanına gətirdi. Bu, onun ən yaxşı təamı idi. Onu bu 3 qonağın önünə qoydu. Dedi, yeyin, buyurun, bismillah. Onlar yemədilər. Əgər tanımadığınız qonaq evinizə gəlsə, nə qəhvənizdən, nə suyunuzdan içməsə, nə də yeməyinizdən dadmasa, deməli, burada bir problem var. Bu, qorxulu bir şeydir. İbrahim dedi, niyə yemirsiniz? Onlar isə susurdular. Onların yemədiyini görüb, onlardan qorxuya düşdü. İbrahim qorxdu. Bütün bu ləzzətli təamların qarşısında necə yeməyə bilərdilər? Onlar onu sakitləşdirdilər. Qorxma. Qorxma ey İbrahim. Biz insan deyilik. Bəs siz kimsiniz? Cəbrail, Mikail və İsrafil. Mərhəmətli Allahın ən üstün 3 mələyi. Onlar İbrahim Xəlilullahı ziyarət etmək üçün insan cildində gəlmişdilər. Bəs niyə ziyarətə gəlmişdilər? Bir şey üçün. O nədir? Onu təbrik etmək üçün. O buna layiqdir. O, öz dövrünün və Peyğəmbərimizdən sonra bütün dövrlərin ən xeyirli insanıdır. Allah onu təbrik etmək üçün ən üstün 3 mələyini göndərdi. قالوا لا تخف وبشروه. Hansı müjdəni? وبشروه بغلام. O yaşlı bir kişi, xanımı Sara isə yaşlı bir qadın idi. Üstəlik, xanımı gəncliyində də sonsuz olmuşdu. وبشروه بغلام عليم. Ona müjdə verdilər ki, Allah Saradan ona elmli və həlim bir oğul bəxş edəcək. Bu xəbəri kim eşitdi? Yaşlı və sonsuz bir qadın olan Sara eşitdi. فأقبلت امرأته في صرة فصكت وجهها. Bilirsinizmi, qadın böyük bir hadisə qarşısında heyrətdən əlini alnına necə vurur? Onun reaksiyası belə oldu, əlini alnına vurdu. Qonaqlarla danışmağa başladı. Həm sonsuz, həm də üstəlik yaşlı bir qadın.
Üstəlik, əri də ixtiyardır. Mən necə doğa bilərəm? فصكت وجهها وقالت عجوز عقيم. Uca Allah İbrahimə müjdə vermək istəyirdi. Lakin İbrahim qulaqlarına inana bilmirdi. Mələklər ona dedilər ki, onlar haqq xəbər gətiriblər. Biz sənə doğru bir müjdə verdik, ümidini üzənlərdən olma. قالت يا ويلتى أألد وأنا عجوز وهذا بعلي شيخا قالوا رحمة الله وبركاته عليكم أهل البيت إنه حميد مجيد. Sara buna güldü və çox sevindi. Çünki Allah ona bir oğul müjdəsi vermişdi. Təsəvvür edin, bu qədər uzun illərdən sonra və ixtiyar çağında ona bir oğul müjdələnir. Özü də adi bir oğul yox. Bu uşağın nəslinin böyük əhəmiyyəti olacaqdı. İbrahim adi bir oğulla mükafatlandırılmamışdı. Lakin başqa bir məsələ də var idi. O nə idi? Sizə bu müjdəni vermək üçün yolüstü bura baş çəkdikdən sonra sənin qardaşın oğlunun yanına gedəcək. Kimin? Lutun? Bəli, biz Lut qövmünün yanına gedirik. Oraya nə üçün gedirsiniz? Mələklərin qardaşı oğlu Lut peyğəmbərin yanına getmələrinin səbəbini öyrəndikdən sonra İbrahim narahat olmağa başlayacaq.